Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəri Binəqədi yolu üstündən 41 nömrəli marşrutun üstündən hardasa təxmini 2 sotunun, 2.2 sotun içində 2 ailə üçün tam uyğun, demək 7 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, bu nəzərinizə çatdırım, gördüyünüz kimi ev tam təmirli, giryaşı vəziyyətində olan bir evdir. Üstü kirpiç ilə bağlanıb, ara mərtəbəsi beton monolitdir. Həyətyanı sahəsində rahat 2 maşın bura, 2 maşın da bura rahat daxil ola bilər, 4 maşın rahat daxil ola bilər. Ev 7 otaqlı bir evdir, düz yolun qırağında yerləşir. Baxın, bax, yolu da göstərirəm, düz yolun qırağıdır. 41 nömrəli marşrut düz yaxından keçir. 41 nömrəli də azadlığa işləyən bir marşrutdur. Bir də DSK yoluna kimi Binəqədiyə qədər gedir. Gördüyünüz kimi bax, evin xarici görünüşü hamısı təmiz rənglənib. Demək, yan tərəflərinə keçmək bax buradan mümkündür. Evin kanalizasiya xətti, qaz, su, işıq hamısı mövcuddur. Nəzərinizə çatdırım ki, demək, təmiri də gözəldir. Bu tərəfi də bax, bu tərəfi də görürsünüz açıqdır. Pəncərələrdən tam rahat evin içinə işıq düşür, havalanmağa uyğundur. Baxın, bu ara mərtəbəsi monolitdir. Görürsünüz, göstərirəm ki, diqqətlə baxın, hörmətli izləyicilər. Keçən də evin içi ilə tanış olaq. O, buradan hardasa bir daş hündürlüyü var. Hələ 2 daşlı hələ torpaq qalxır. Döşəməsi istipoldur. Dəhlizin eni hardasa 1.30 zat olar, 1.20, 1.30 olar. Ev tam təmiri vəziyyətdə təmir olunub, təhvil verilir. Gördüyünüz kimi də bura mətbəx hissəsidir. Döşəmələr 1-ci mərtəbə hamısı istipoldur. Ağ qapılardan, açığa boylardan istifadə olunub. Gördüyünüz kimi burada sanuzel hissəsidir. Bax, bura sanuzel hissəsidir. Aksesuarlar qurlaşdırılıb. 2 ailə üçün tam uyğundur. Ata, oğula, nə bilim, 2 qardaşa, yəni tam uyğun olan bir evdir. Aşağıda bu hissəsi gördüyünüz kimi qonaq otağıdır. Aşağıdan baxın, bax belə çəkirəm. Hardasa təxmini 4 metrdən uzunluğu çoxdur, 7 metrdə uzun olar. Bir hardasa 30 kvadrat rahat var. Geniş qonaq otağıdır. Bir zal burada, bir yataq otağı buradadır. Məsafəsi də gördüyünüz kimi evdə var. Bura bir, yenə də bir otaqdır. Hardasa 14-15 kvadrat olar. Təxmini ölçülər deyirəm, yenə qeyd edirəm. Ara mərtəbəsi monolitdir. Yuxarının, aşağının səsi bir-birinə getmir. Burada da hardasa 15-16 kvadratlıq bir yataq otağıdır. Buradan da görürsünüz, evin içinə tam rahat işıq düşür. Aşağının tanış olduq, hörmətli izləyicilər. Mətbəxi də özdə genişdir. Hardasa 14-15 kvadrat mətbəxidir, hörmətli izləyicilər. Ev görürsünüz, hazır vəziyyətdədir. Giryaşa vəziyyətdə olan bir evdir. Bir də mətbəx mebelini yığdıracaqsınız. Və salam, o da zövqlə olan bir zövqlə yığılmalıdır deyə onu ev sahibləri öz ümumiyyətlə eləmirlər. Çünki alan adam özü eləyir. Həyət yanı sahəni bir dənə buradan da ətraflı çəkirəm. Baxın, bax, belə bir həyəti yanı sahəsi görürsünüz. Buradan keçirik evin içinə. Keçən kimi bura qonaq otağıdır, sağ tərəfdə. Pəncərələrdən tam rahat evin içinə işıq düşür, geniş pəncərələr var. Bura mətbəxdir, yenə mətbəxi də geniş, ürək açan. Sağda burada bir uşaq otağıdır. 4 otaqda yuxarıdadır, hörmətli izləyicilər. 2 dənə böyük otaqlardır, görürsünüz, hörmətli izləyicilər. Bax, burada da bir geniş bir yataq otağıdır. Evin fundamenti, ara mərtəbəsi monolit, yuxarısı kəmərləri hamısı atılıb. Bax, bu da bir yenə uşaq otağıdır əslində. 2 dənə otaqlar genişdir. Zalı da genişdir. Hardasa 30'a yaxın kvadrat zalıdır. Sonunda dəhlizin sonunda da burada sanuzel hissəsidir. Gördüyünüz kimi aksesuarlar qurlaşdırılıb, hamısı yerindədir. Hörmətli izləyicilər, sənədi bələdiyyədir, arxivli sənədli kupça almaq üçün uyğundur. Bunu da nəzərinizə çatdırım ki, yolun qırağında 41 nömrəli marşrutun düz yaxınlığından keçir. Marşrut düz yaxınlığından keçir.
Demək, kimlərsə evə satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Facebook'da da görə bilərsiniz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmasın. Zəng vuran zaman evin qiyməti 175.000 start qiymətdir. 7 otaqdır, ara mərtəbəsi monolitdir, yol qırağıdır, tam təmirlidir. Real alacaqsa endirim olmağına olacaq, birbaşa sahibindən görüşəcəksiniz. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.